Çox sıxıcıdır. Niye? Nə bilim, nəsə ki oyun oynayaq. Ağlımda bir dənə oyun var. İndiyə kimi dediyimiz yalanları etiraf eləyək bir-birimizə. Razısan? Yok nerede? Oturmuşlar. Yo, bir oynayaq. Adama 2 dənə yalan deyəcəyik. Başlayayım mən birinci. Başla. Yadındadır, bir dəfə mənim toy paltarım açıq olmuşdu deyən, sən qoymadın məni toya getməyə. Mən həmin gün sən aldadıb toya getmişdim. Bu bir yalan. Növbə səndir, buyur. Ben sana birinci defa görəndə mən səndən heç nə ala bilməmişdim də yəni. Biraz qızıq olmuşdum amma sonradan o nə idisə, o elektrik pipinə dəydi, zamkana verdi. Xoşum gəldi də. Yəni indiyənə səndə xoşum gəldi. Bəs deməzə bəs eləyəm. Yox, yenə bəsdir, davam eləyirik. Deyək qəşəng damla versinlər, damla oynayaq. Yox, damla nədir? Sımadan, qəşəng sıma. Damla nədir? Yaxşı. Oyun oynayaq. İkinci etirafımı eləyim. Yanındadır bir dəfə biz sənə axşam sağollaşdıq. Sən dedin internetini söndür, get yat. Mən aman, sənə yalandan dedim, internetimi söndürmədim, getdim seriala baxdım. Nə, yaxşı. Buyur, növbə səndir. Evli. Nə sən? Nədərəm sən interneti söndürüb gəlib yatmısan? Ay, bildi də, başa düşdük də dedim. Nə sən nə dedin? Adama kilə düşürdü, dedim də. Ay, keçdikdə etiraf elədim. Sən nə dedin? Mən evliyim. Evlisən? Özümüz dedim, yəni maraqlı olsun da. Nə adamsan ha sən? Ayıb olsun sənə. Mən sənə bir şey deyim, mən hiss etmişdim. Yaxşı ki, bu oyunu oynadım mən sənə. Rəqd ol vəbşi. Dedim oyun oynayaq da, mən... Sən o sımadan damdan olsa bu nə yaxşıydı.